toxunulub, amma boşdur. Azmaz nektar var. Baxın, bu gözəlçə artıq 4-cü korpusda yumurta qoyub. Bütövlü ilə yumurta. Demək dostlar, gözəlçəmiz 4-cü mərtəbədə yoxdur. Onu tapıb mütləq həbs etmək lazımdır ki, rahat 25 gündən sonra balımızı kəsək. Həm də arımız sağlam qalsın. Bu Melinin izolyatıdır. Mən illərdir ki, bu Melinin izolyatorundan istifadə edirəm. Hər ildə paylaşıram. İstər YouTube, istər Facebook, istər TikTok kanallarımızda, istər Instagramda bütün videolarım yayımlanır. İndi bu izolyatorun, bu mənim ixtiram deyil. Bu Melinin Mixail İvanoviçə məxsusdur. Sadəcə mən bunu hazırlamışam. Bunun hazırlama qaydasını da bütün kanallarımda paylaşmışam. Qəpik quruş, bəlkə də 30 qəpiyə başa gələn bir izolyator. İzolyator başqa şeydir, ana qəfəsləri başqa şeydir dostlar. Suallar çoxdur, müxtəlifdir. İndi Melinin metodu tam fərqlidir. Mən onun birinci mərhələsindən istifadə edirəm həmişə. Baxın, Melininin ikinci metodu belədir. Ana arını ki, izolyatora aldıq, 11-ci gün ana arı bu izolyatordan çıxarılır və bu cür bir çərçivəlik izolyatora erkək arı şanı ilə yerləşdirilir bu cür. İndi ötən ildən qalmış erkək şanları olarsa daha yaxşıdır. Yəni biz erkək arılar yetişdiririk deyə, yəni erkək arı şanlarımız olur. Həm də ki bu cür toxunmuş, yeni toxunmuş erkək şanlar. Ana arını buraya yerləşdirilir. Bir sutkadan sonra yenidən ana arı buradan çıxarılır, bu izolyatora yerləşdirilir. Bu bir sutka ərzində ana arı bu erkək şanına yumurta qoyur, erkək yumurtası. Baxın, 10 gündən sonra bu erkək arıların üstü möhürlənəcək. Arı ailəsində sürfələrdən nə qədər varroa çıxacaqsa, 10 gün ərzində bütövlü ilə doluşacaq bu erkək şanına. Və daha üstü möhürlənən kimi bu erkək şanı çıxarılır, kəsib doğranılır, homogenat götürülür və varroanı da dəva dərmansız arı ailəsindən xaric edirsiniz. İndi dostlar, bu metod mən bir neçə dəfə istifadə etmişəm. Yəni çox əziyyətdir, amma bir arıçı üçün, yəni 100 arı ailəsini idarə etmək, 100-dən artıq nukleus, kiçik ailəcikləri idarə etmək, həm ana arı yetişdirmək çox çətindir. Ona görə mən bundan istifadə etmirəm. Yəni bir-iki dəfə istifadə eləmişəm bir neçə arı ailəsində, daha buna vaxtım çatmır. Yəni 20-30 arısı olan üçün gözəl bir üsuldur. Bundan istifadə edə bilər. Varroadan da ailələri tamamilə təmizləyə bilər. Odur ki dostlar, indi bunu da sizinlə paylaşdım.
Bu illərdir ki, bütün kanallarımda paylaşıram. Melinin üsulu. İndi kim yararlana bilərsə, baxsın, öyrənsin, halal xoş olsun. Getdik indi biz bu gözəlçəmizi tapaq, izolyasiya edək. Belə. Gəl indi burada axtar bu gözəlçəni. Belimiz qırıldı bu arılarla. Ya Allah. Aha. Güzeller güzeli. İzlenme, çık koy. Koy millet görsün seni. Karnikas klinar. Əsərin qəhrəmanı. Sənə yaxşı o. Ha. Kim istəyir bu gözəlçəni? Nömrə 25. 200 manat. Bəsli daha yumurta qoydun sən. Sən bizi balsız saxlama. Qoy biz balımızı götürək. Hə, getdik. Hələlik bunu qoyaq kölgəyə. Məsələ nədir? Dostlar. Baxın, mənə tez-tez suallar verirlər. Mərtəbəli, gövdəli pətəklərdə ana arını izolyasiya etmək olar ya olmaz? Əlbəttə ki, olar. Dostlar. Nə qədər arının sayı çox olsa, sürfəli çərçivələrin sayı çox olsa, siz ana arını izolyasiya etsəz, daha çox bal toplayacaqsınız və arınız da sağlam qalacaq. Baxın, gördünüzmü? Çərçivələrin üzərində may balı, üstü tam örtülüb, möhürlənib. Kifayət qədərdir. Yəni, 2 barmaq deyil, soyulları ondan deyil. Amma sürfələr olduğuna görə onu süzmək doğru deyil. Sürfələr orada tələf ola bilir. Yəni bu başqa mövzudur. Buna toxunmuram. Ana arını mərtəbəli pətəklərdə izolyasiya etmək üçün mütləq birinci mərtəbədə saxlamaq lazımdır. Çünki birinci mərtəbədən arılar çoxu oradan keçəcək. Həm də ki ana arının feromonu yuxarı mərtəbələrə qalxacaq, çatacaq. Amma siz ana arını dəyişmək istəsəniz, yuxarı mərtəbədə ana arını izolyasiya etsəz, aşağı mərtəbədə özləri üçün yeni ana hazırlayacaqlar və mayalanıb 2 analı sistem kimi çalışa bilərlər. Yəni bu uzun bir mövzudur, buna da toxunmuruq. İndi gedək biz bunları, bu Novastroykanı çıxardaq ki, ana arını birinci mərtəbəyə yerləşdirək. Getdik. Ay Allah. Lazımdı bu bana. Ay Allah. Demək, üstü arıları narahat elədik. Arıları biraz narahat elədik. Ay 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 ay. Bu tamamıyla güləmli çərçivədir dostlar. İstəmirəm bunu kəsəm.
Baxın ananı necə yemləyirlər. İçəridə dostlar. Gördünüz mü? Ana arını izolyatorda necə arılar yemləyirdilər. Odur ki, bunun qəti qorxusu yoxdur, əmi canı. Bunu da yerləşdirək. Başa düşdüm. Sizi narahat elədim. Getdik. Ya Allah! Uy! Getdik. Getsene. Yaxşı yol. Getsene yaxşı yol. Bu da böyle. Vay dede vay. Mərtəbəli, gövdəli pətəklərin öz gözəlliyi var. Yatıq pətəklərin öz gözəlliyi. Heç vaxt bilmədiyiniz şeyi, anlayışınız olmadığı şey haqqında rəy bildirməyin. Nəyisə təcrübədən keçirin, onu sübut edin, kimlərəsə göstərin, ondan sonra nəsə danışa bilərsən. Baxın, bu mərtəbəli, gövdəli pətəklər mənim üçün dəhşətdir. Yəni, çox əziyyətdir, dostlar. Yəni, mən, baxın, tutaq ki, 8 gündən sonra burada ana yuvacıqları olacaqsa, onları kəsmək lazımdır. Amma mən bir daha bunu açmayacağım. 25 gündən sonra bir də bu bağa, bu arını kontrol edəcəm, bal götürəndə. Çünki bunu hər dəfə qaldırıb qoymaq, mən 3 gün geri gedirəm. Kimə hansı rahatdır, kimə nə cür rahatdır, qoy belə istifadə eləsin. Əsas rəngbərəng, bəzəkli, təzə yeşiklər yox, o yeşiyin içindəkidir. Odur ki, sağ olun, özünüzü qoruyun.